Hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Bugün sizlərlə birlikdə qəza etdiyim zaman random bir maşına dönüşürəm adlı bir serinin ilk bölümü ilə qarşınızdayım. Mən fikrim var bu serini biraz uzadım. Bayağı başqa bir seriyalar əlavə edeyim. Necə olacaq? Deyə biləcəksiniz ki, ekranda heç bir şey yoxdur, düymə falan yoxdur. Sən random necə edirsən? Yox. Bu elə deyil. Modla əlavə edirsən, düyməyə basdığın anda random sənə bir maşın verir. Random düyməyə basanda mənə verilən maşın Audi R6. Çox qəşəng, idealnidir. Çölü də superdir. Yo, o vurmaq istəyir də alınmadı, qaqaş, alınmadı. Alo, yenə bəxtimiz gətirdi. Dünən video çəkdim açıqcası, heç nasıl yox idi. Ümumi hesablasaz 2 saat yarım gün ərzində yatmışdım və ya yatmamışdım. İt yorğunu idim sözün əsl mənasıyla. Çəkdiyim videonu heç baxmadan sildim də. Duydum. Tamam. İnandım. Yəni, niyə üçüncü skorsta belə gedir? Bas abi. Bas gidek abi. Aparatı yoxdur ya. Bunu belə sporta atmalı ya. Ay. Sağ ol səni. Qırdı qırağa. Ay. Bunu qəzadan saymıram, amma bilmədən dəydim. Çıxan deyə özə dəyə kimi qırıldı arıqa bu ev. Dünən nə videosu çəkmişim? Dünən çəkdiyim video əslində ən zəif qrafikadan ən güclü qrafikaya qədər, yəni ən düşük FPS-dən ən yüksək FPS-ə qədər oynamağa. Video həm çox uzun oldu, çünki FPS zəif olduğu zaman özünüz də yaxşı bilirsiniz. Oyun necə yəni yavaş edir, irəliləmək olmur da yəni. Amma ay çox səhv elədim. Maşında heç nə yoxdur. Ona görə də heç nə eləməyəcəm. Maşın səsi çoxdur. Ümid edirəm, yəni mənim səsim sizə normal eşidilir. Ay. Çekil artık vuracak seni. Nasıl çekileyim burada? Dədə vay, nənə vay. Dadam vay, nanam vay. Ayda heç nə, dəyişirəm maşını gəlirəm. Şükür Allah açıldı. 2 saatdır bayaqdan düyməni də tapamı. Allah, bu nədir verdi? Bu nədirsə Allah, bu nədir? İbushi Vigo, ay dədə, 3 təkər nədir qaqa? Ay, bu nə? Protifsat çıxırlar ha. Brat, bu maşın deyil də, arxası azla qəşəng ideal bir şey görsən, amma yəni o deyil. Bu oba. Qəşəng. Yavaş. Qorxma atam, qorxma. Ay. Allah şükür, əzilmə var. Dəyişim maşın, gözü bir dənə düyməyə basım. Aha. Göşü. Nədir bu? Dostlar, üzr istəyirəm. Mən videoya baxdım hal-hazırda. Videoda əməlli başlı bir kəsinti baş verib. Mən yəni bilmirəm bundan əvvəlki maşınım hansıydı. Yəni konsept hələ də davam edir. Sadəcə düyməyə bastım, yəni random maşın olaraq bu maşını verdi. Yəni bizə layiq görüldüyü maşın budur. Yəni bu təkər qalxır. Məzələnmə. Ay, nə zor. Oba. Ver asfaltı gaz. Oy, Allah nağır. Sonra cabir idi, elə bu maşını aşırtdıq. Dikəl də bunu, dikəlt. Bu qəzadan saymayaq da, maşını prosta aşdı yəni. Göşən. Göş, ay. Allah, uy. Əlim turbo, bu turbo düyməsini. Mən Allah, bu nə idi Allah?
Allah'a şükürlər olsun. Yəni bizə yaraşacaq bir maşın gördü. Aa, bu nə sözdür? Bundan gəlir. Oba. So, bir daha bunun videona baxaq çöldən. Rəngidə o diyor. Amma inanmıram ki, bu oyunu ya Azərbaycanda, yəni oynayan bir kitlə olsun, sayılı insanlar oydu. Dönən vaxtı köpülürdü ya mənə. Bir dənə avqam eləyək. Belə yerlərdə ürəyim ağzıma gəlir də. Ürəyim off-road eləyirəm. Yo, off-road da getməyə var. Prosta amortizatorları yoxdur ya. Ay. Qoysa Allah, qoy. Ay. Sivas ellerinde sazım çalınır. Canlı beller Ay, bağışla, çox üzr istəyirəm. BMW bu dəqiqə belə deyir, hak etdiysəm eyvallah. Neyse, keçək də diğer maşımıza. Basıram arada olmur. Allah'a and olsun, mən bu oyunu yəni bir sevindirib, bir yanda adam bədbaxt eləyir. Allah elf öz, mən çörəyim içində yıxmayıblar, əziyyət çəkib. Çölüm bir də oxşadıblar. Bunun diskret oldu. Yox. Ya bu axırıncı maşındır, deyim belə, bununla da sürürəm, da vızqır nə işində, gəlirəm yatmağa, elə bunu editləməliyəm səhər. Benzin. Bəli, 2 manatlıq, polnu bak, öpür, tışıqı. Yo. Ay. Əgər belə videoların davamını istəyirsə, zəhmət olmasa kanala abunə olub, şərhlər qismində isə bildirməyinizi unutmayın. Hər birinizi öpürəm, sağ olun, gələn videoda görüşənədək.